Salam, mən Fizik Akademinin təlimçisi Firuzə Hüseynli. Və mən Fizik Akademinin hazırlıq şagirdi Rəhimli Əhməd. Bugün sizə çətin gələn mövzulardan biri olan işçi məsələsinə aid bir sualın izahını Əhməd verəcək. Əgər siz Əhməddən öncə həll etmək istəyirsinizsə, cavabı tapmaq istəyirsinizsə, videonu dayandıraraq cavabınızı tapın, rəylərdə qeyd edin, daha sonra isə Əhmədin izahından yararlana bilərsiniz. Başlayaq. Sualımız belədir. Ülvi işin yarısını 3 günə, Musa isə işi 2 günə görür. İkisi birlikdə bu işi neçə günə görər? Ülvi işin yarısını 3 günə görürsə, tamamını tapmaq üçün 3-ü 2 alırıq. Deməli, bu hamısını 6 günə bitirib. Bəli. Musa isə 2 günə görürsə, deməli, tamamını 2 günə görür. Ülvi, deməli, 6 günə görürsə, bir günə işin 6-da birini görür. Bəli, bu tip məsələlərdə yadda saxlayın ki, kəsrlə həll gedir və mütləq biz işin bir günə hansı hissəsini görər, onu tapmalıyıq. Musa isə işi 2 günə görürsə, deməli, bir günə işin 2-də birini görür. Və bunlar birlikdə iş görürlər deyə bunları toplamalıyıq. Bəli. Toplayanda da birlikdə toplamaq olmur deyə ortaq məxrəcə çeviririk. Ay, sağ ol. Ortaq məxrəcimiz neçədir? 6. 6-dır, bəli. 6-nı 6-ya bölürük, vururuq 1-ə 1. 6-nı 2-yə bölürük 3. 3-ü də vururuq 1-ə 3. Bunlar da ixtisar edəndə cavab 3-də 2. Bəli, bunların cəmi elədir 6-da 4, ixtisardan sonra isə əgər ixtisar olunmamış cavabınız varsa onu da seçə bilərsiniz. İxtisardan sonra isə alınmış cavabımız isə olacaq 3-də 2. Ümid edirik ki, izah hər birinizə yararlı oldu. Əgər Əhmədin izahını bəyəndinizsə və Əhmədlə birlikdə daha çox videolar görmək istəyirsinizsə, mütləq şəkildə rəylərdə qeyd edin. Növbəti izahlarda görüşənədək Hələlik!